Bugün insanlar çox danışır. İndi burada xütbədir, ədəb, ehtiram əlaməti olaraq sakit qulaq asırsınız. Amma cəmiyyətdə bizim qarşılaşdığımız budur ki, insanların danışması susmasından çoxdur. İş bir yerə gəlib çatıb ki, insanlar artıq dinləməyə belə hövsələsi çatmır. Uzun-uzadı danışıqları dinləmir. Görsən elə söz adamın ağzında qalır, uşaq da adamın sözünü kəsir, böyük adamın sözünü kəsir. Yəni, kəmhövsələlik. Bugün baxmış olsaq, sosial platformalarda, məsələn, bu xütbələr ki edilir, Allah alimlərə, müctəhidlərə, dünyasını dəyişənlərə, rəhmət qalanlara bərəkətli ömür versin. Hansılar ki uzundur, statistikaya görə onun baxış sayı azdır. Hansının ki vaxtı azdır, onun baxış sayı çoxdur. Yəni bu günləri heç dəqiqəni də elə əvvəlinə biraz ta sözün axırına çatmağa insanların hövsələsi qalmır. Bugün insanlar çox danışır, amma az düşünür. Baxmış olsaq, telefonlar dolur, amma qəlblər isə boşalır. Yəni, görürsən insan insanla söz danışmaqdansa, telefonda olmağı, virtual aləmi daha çox üstün tutur. Günümüzün ən böyük bəlalarından